Bugün Özbekistan'da Azərbaycan Respublikasının 107-liyini qeyd edirik. Müstəqilliyimiz mübarək olsun. Bu təşkilatı təbii ki Azərbaycan Respublikasının Özbekistandakı sədrliyi, eyni zamanda Azərbaycan Respublikasının mədəniyyət mərkəzi təşkilatda çox böyük işlər görmüş. Təxminən 40-dan artıq səfirliklər, Özbəkistanda olan səfirliklər, dövlət qurumları və Azərbaycandan gələn qonaqlarımız var. Eyni zamanda biz aktiv olaraq da bu tədbirdə həm iştirak edirik, həm də qonaqlarımızı Azərbaycandan gələn, Azərbaycana dəstək olmaq istəyən, Azərbaycandan biznes işlər görmək istəyən ortaq dostlarımız, Türkiyədən, Özbəkistandan, Azərbaycandan olanlar bir araya bu bayram günü gətirməyə çalışırıq. Əziz dostlar, yaz günü çox gözəl bir Daşkənd havası, yağmurlu bir Daşkənd havası var. Amma buna baxmayaraq proqramımız möhtəşəmdir. Artıq birlə yaxın Özbəkistanda fəaliyyət göstərən Kaspiya Kapital Qrup şirkəti Özbəkistanda öz fəaliyyətlərini genişləndirməklə yanaşı sosial proqramlarda da çox gözəl iştirak edir. Belə ki, ümumi liderimizin və ali baş komandalarımızın tanıtımı ilə bağlı dövlətçilik ənənələrimizin Özbəkistandakı qardaş xalqlarımıza tanıtılması üçün o dahi şəxsiyyətlərimizin haqqında kitabları yazılması, çapı və çoxalılıb paylanmasında böyük əməyi olmuşdur. Proqramımız öz axarında davam edir. Durmaq yox, yola davam.